Həsən Həsənov, Azərbaycanla Ermənistan arasında əldə edilən atəşkəs Bişkek protokolunun nəticəsində olmayıb. Azərbaycanla Ermənistan arasında əldə edilən atəşkəs Bişkek protokolunun nəticəsində olmayıb. Bu, yalan məlumatdır. Oxu Az xəbər verir ki, bunu İTV-nin efirində yayımlanan təmas xətti verilişində Azərbaycanın ilk baş naziri və sabiq Xarici İşlər naziri Həsən Həsənov deyib. O bildirib ki, Bişkek protokolunun mahiyyətinin yalnız bir vacib elementi olub. O da sülhməramlı qüvvələrin Rusiya ordusu nümunəsində iştirakı idi. Mən BMT-də olanda Ermənistan 2 dəfə bu məsələni qaldırdı. Onda söhbət gedirdi ki, BMT tərəfindən formalaşmış sülhməramlı qüvvələr olsun, ermənilər isə Rusiya ordusu timsalında sülhməramlı qüvvələr istəyirdilər. Bunu da imzalamaq olmazdı. Çünki ordumuz hələ tam formalaşmamışdı, biz hələ tam qüvvətli deyildik. Deməli, sülhməramlılar hakim qüvvə olacaqdılar. Ona görə də Bişkek protokolu reallaşmadı. Atəşkəs də Bişkek protokolu əsasında olmadı. Azərbaycan və Ermənistan arasında razılaşdırıldı. Nəticədə sülhməramlılar da olmadı, başqa ölkələr də. Heydər Əliyev fəxr edirdi ki, biz atəşkəsi sülhməramlı qüvvələr olmadan qoruyuruq. Ermənilər isə sülhməramlıların olmasını istəyirdilər. Əsas məqsəd də o idi ki, Rusiya qoşunları gəlsin. Əliyevlə Trumpın 3-cü görüşü olacaq. Gözlər Vaşinqtonda. 04-11-2025 09-35 Əliyevlə Trumpın 3-cü görüşü olacaq. Gözlər Vaşinqtonda 176-223-3474 0 Mərkəzi Asiyada əməkdaşlıq Azərbaycansız olmaz. Qazaxıstan prezidentinin o istəyi reallaşacaqmı? Məlum olduğu kimi, ABŞ prezidenti Donald Trump Mərkəzi Asiya ölkələrinin Qazaxıstan, Özbəkistan, Qırğızistan, Türkmənistan və Tacikistan liderlərini Ağ Evə dəvət edib. Məqsəd noyabrın 6-da Vaşinqtonda C5-1 formatında onların iştirakı ilə keçirilməsi nəzərdə tutulan Orta Asiya-ABŞ sammitidir. Diqqəti çəkən məqam odur ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev sammitdə Azərbaycanın potensial iştirakı ilə bağlı da fikirlərini bildirib. Mən Azərbaycanın da belə bir vacib forumda iştirakını arzu olunan hesab edirəm. Çünki enerji ehtiyatları, əlverişli coğrafi mövqeyi, həmçinin Prezident İlham Əliyevin strateji vizyonu və siyasi iradəsi nəzərə alınmaqla bu ölkə mahiyyət etibarilə regional nəqliyyat, logistika və enerji gücünə çevrilib və Cənubi Qafqazda və ondan kənarda mühüm rol oynayır. Azərbaycan Böyük Orta Asiyanın təbii bir hissəsi hesab edilə bilər. Əminəm ki, tədbir məhsuldar və qarşılıqlı faydalı olacaq. Göründüyü kimi, Tokayev istəyir Azərbaycan da həmin tədbirdə iştirak etsin. Bu halda Prezident İlham Əliyevlə Amerikalı həmkarı 3-cü dəfə bir araya gələ bilər. İndiyə qədər 2 görüş olub. Biri 8 avqustda Ağ Evdə keçirilən sülh zirvəsidir, digəri Misirdə baş tutan Qəzza sammiti. Bu dəfə də Vaşinqton sammiti olacaq, lakin Azərbaycanın iştirakı haqda rəsmi məlumat verilməyib. Çünki bu tədbir Mərkəzi Asiya ölkələrinin liderləri ilə baş tutacaq. Amma Azərbaycan da bir türk dövləti və Orta Asiya ilə sıx bağlantıları olan ölkə kimi bu zirvəyə qoşula bilər. Ekspertlər necə hesab edirlər? İlham Əliyevin sammitdə iştirakı mümkünmü? ABŞ Mərkəzi Asiya ölkələrinin liderləri ilə bir araya gəlməklə bu regionla bağlı hansı planlar qurur? Rusiyanın reaksiyası necə ola bilər?